Salam, hər vaxtınız xeyir əziz abituriyentlər. Bildiyiniz kimi bugün 9-cu siniflərin ikinci zona imtahanı keçirildi. Yəni 12-si. Bugün onun ingilis dili üzrə izahını verəcəm. Listeningi hazırda listening dinləmə materiallarımızda olmadığına görə başlayırıq. Birinci qısa mətnlərimizdən. Qısa mətnlərimizin izahına baxaq. Deməli, 5-ci sualda nə deyir? Dear story writers, əziz hekayə oxucuları, yazıçıları, are you interested in learning more about literature? Siz ədəbiyyat haqqında daha çox şey öyrənməklə maraqlanırsınızsa, join our Basics of Literature courses this Saturday at 10 a.m. Bizim ədəbiyyat kursumuza səhər saat 6-cı gün, səhər saat 10-da qoşula bilərsiniz. You will discover easy methods to write stories for kids. Uşaqlar üçün hekayə yazmağın asan metodlarını öyrənəcəksiniz. This course is open to everyone above the age of 18. Bu kurs 18 yaşından yuxarı hər kəs üçün açıqdır. Don't miss this chance to improve your skills. Bu öz bacarıqlarınızı inkişaf elətdirmək üçün bu şansı qaçırtmayın. Sign up, attend the course without any payment sincerely. The community of only for kids. Deməli, deyir ki, heç bir ödəniş ödəmədən bizim kursumuzdan qeydiyyatdan keçə bilərsiniz, iştirak eləyə bilərsiniz. İndi burada deməli, mətnimiz nə haqqındadır? A bəndində The community organizes a free course for story writers. A bəndi düzgündür elə. Deyir ki, həmin bu birlik pulsuz hekayə yazıçıları üçün pulsuz bir kurs təşkil edibdir. Onsuz da təşkil edibdir də. Burada without any payment yazıb və kim üçündür bu? Story writers, hekayə yazıçıları üçündür. A bəndimiz doğrudur elə burada. Davam edirik. 6-cı sualda. Dear customers, əziz müştərilər, we would like to inform you that our shop will close early today at 5 p.m. Biz sizə məlumat vermək istəyirik ki, bizim dükanımız axşam saat 5-də bugün bağlı olacaq. For deep cleaning and construction, yəni təmizlik və yenidən qurma işləri üçün, təmir işləri üçün bağlanacaq. Please make sure to finish your shopping before it. Yəni bundan əvvəl saat 5-dən öncə bazarlığınızı etməyi unutmayın, yəni əmin olun. Thank you for your understanding, yəni anlayışınız üçün təşəkkürlər. Best regards, çox məncə. İndi burada A bəndində customers can start shopping after 5 p.m. tomorrow. Sabah saat 5-dən sonra başlaya bilərlər. Nəyə? Bazarlığa. Amma burada deyir ki, bu günləri saat 5-ə qədər siz bazarlığı eləyib, yəni alacağınız şeyləri ala bilərsiniz. Customers are asked to finish shopping till 5 p.m. Deyir ki, müştərilərdən xahiş olunur ki, saat 5-ə qədər bitirsinlər bazarlığı. Burada B bəndi düzgündür elə. Düz yazıb şagird. Davam edirik. 7-ci sual. Dear Sarah, thank you for helping me with my math homework last week. Sən mənə keçən həftə riyaziyyat tapşırığında kömək elədiyin üçün təşəkkür edirəm. I did well on the test because of your help. Sənin köməyin sayəsində yaxşı nəticə əldə elədim. Next week I will have a final exam in science. Yəni gələn həftə mənim science-dən, fəndən son imtahanım olacaq. Let's meet soon to study together again. Gəlin birlikdə çalışaq. Best wishes Emma. Yəni bunu yazan, məktubu yazan kimdir? Yazan Emma'dır. Kimə yazıb məktubu? Saraya yazıb. Deməli A bəndində Sarah wants to meet Emma. Bax burada deyir ki, Sarah istəyir ki, Emma gələn həftə ona tapşırıqlarda kömək eləsin. Bunu istəyən, məktubu yazan kimdir? Məktubu yazan Emma'dır. Deməli bu Sarah'dan istəyir o. Bunun yeri səhvdir. Emma asks Sarah to help her study science. Emma Sarah'dan xahiş edir ki, ona fəndə kömək eləsin. Bu düzdür. B bəndimiz düzgündür. Çünki xahiş eləyən Emma'dır. Bunların yerində dəyişik yazsaq artıq variant səhv edəcək. Emma xahiş eləyir kimdən? Sarah'dan ki, ona növbəti həftə kömək eləsin. B bəndimiz elə düzgün olar. Davam edirik. Böyük mətnimizə baxaq. Komodo dragons are one of the largest animals on Earth. Yəni yer kürəsində yaşayan ən böyük heyvanlardan biri Komodo
e, əjderhasıdır. It's believed that Komodo dragons, yəni inanılır ki, Komodo draqonları Avstraliyadan gəlib İndoneziyaya min illər əvvəl. Qısaca mətnimiz dünyanın ən böyük canlılarından biri Komodo dragons haqqındadır. Burada da one of the biggest animal deyə bəndimiz düzgündür. Ən böyük heyvanlardan biri. 9-cu sualda. How the Komodo dragons hunt? Komodo dragonları necə ovlanırlar? Komodo dragons hunt as animals from a long distance. Bax burada səhv var. Deyir ki, Komodo dragonları, yəni bu heyvanlar uzaq məsafədən öz ovunu ovluyur. Sadəcə burada deyir ki, mətndə Komodo dragonları, yəni onlar uzaq məsafədən görə bilirlər öz ovunu. From 4 kilometers away, 4 kilometr uzaqdan görə bilirlər. Ovluyur yox, görür. Komodo dragons use their noses to find as animals. Başqa heyvanları tapmaq üçün burunlarından istifadə edir, iyilərin tapmaq üçün, amma digər heyvanların əksinə, bax onların gücü iyi bilmə bacarığı var. Amma onlar bunu dillərinin vasitəsilə eləyir. Burunlarının yox. Ona görə bu da səhvdir. They give the animals to smaller Komodo dragons to kill. Onlar həmin heyvanı daha balaca Komodo dragonslarına verir öldürmək üçün. Bu tamamilə səhvdir. Belə şey ümumiyyətlə mətndə yoxdur. Smaller Komodo dragons help larger ones. Balaca olanlar böyük olanlara kömək edir. Belə şey də yoxdur. They use poison in their mouths to kill animals. Ağızlarında olan zəhərdən istifadə edirlər başqa heyvanları öldürmək üçün. Bu doğru cavabdır. Mətndə bunu deyirdi. They have poison in their mouths that can kill the animals they hunt. Ovladılar heyvanları öldürmək üçün istifadə edirlər onu. Cavabımız Y bəndidir burada. Y doğrudur. Onda Komodo dragons keep 5 kilometers distance from each other. Burada bizdən cümləni tamamlamamızı istəyir. Öz aralarında 4 kilometr məsafə saxlayırlar bir-birləri ilə arasında. Təbii ki, bu səhvdir. Çünki mətndə deyir ki, hətta onlar bir-birlərini də yeyirlər. The larger ones can eat the smaller ones. Yəni 4 kilometr məsafə saxlamırlar aralarında. Are light in weight, bu tamamilə səhvdir. Çəki baxımından çox yüngüldür deyir, amma o dünyanın ən böyük, ən ağır heyvanlarından biridir. Can grow up to a meter, 1 metrə qədər böyüyür, amma burada onun uzunluğu çatırdı təxminən 4 metrə qədər, sonra 3 metrə qədər böyüyə bilir. Sonra have a sense of smell in their tongues, bu düzgündür. Yəni dillərində iyi bilmə bacarığı var onların. Don't attack each other, bir-birlərinə hücum eləmirlər. Bu da səhvdir. Təbii ki, onlar yazılı mətndə bir-birlərini də yeyirlər. Cavabımız D-dir onda. 11-ci sualda səhv olanı istəyir bizdən. Komodo dragons came from Indonesia. Bu səhvdir. Bunu səhv yazıb şagird. Burada səhv olan A bəndi olar. Niyə? Deyir ki, Komodo dragonları İndoneziyadan gəlib. Amma mətndə deyir ki, Komodo dragons came from Australia. Avstraliyadan gəlib hara? İndoneziyaya. O zaman onlar İndoneziyadan gəlməyib ki, Avstraliyadan gəlib. Belə burada cavabımız A bəndidir. A bəndi. Burada C düzdür. Komodo dragons are in danger of losing their lives. Həyatlarını itirməklə üz-üzədirlər. Bax burada deyir ki, Komodo dragons may soon no longer exist. Ola bilsin ki, onlar ümumiyyətlə tezliklə yox olsunlar. Deməli, həyatlarını itirməklə üz-üzədirlər də. 12-ci suala baxırıq. Which statements are true according to the passage? Hansı mətnə görə düzdür? Komodo National Park was created at the end of the 20th century. 20-ci əsrin sonlarında yaradılıbdı Komodo Milli Parkı. Bu doğrudur. 1980-ci ildə yaradılıb. Bu da 20-ci əsrin sonları eləyir. Bir düzdür burada. Bir düzgündür. Sonra Komodo dragons are very friendly with people. Bu səhvdir. Çünki onlar mətndə deyir təhlükəli heyvandılar. Yəni qabaqlarına nə çıxdı yeyir. All Indonesian islands are included to Komodo National Park. Burada all sözünə fikir verin. Bütün İndoneziya adalarına daxildir. Adaları daha doğrusu Komodo Milli Parkına daxildir. Amma burada deyir ki several. This park includes several islands of Indonesia. Yəni İndoneziyanın bəzi adalarını əhatə edir. Komodo dragons are under protection, qorunma, mühafizə altındadır. Komodo draqonları. Burada cavabımız 1 ilə 4-dür. Qrammatika sualları ilə davam edirik. Burada annoy
qıcıqlandırmaq, əsəbləşdirmək, frighten, qorxutmaq, prove, sübut eləmək deməkdir. To show that something is true, nəyincə doğru olduğunu göstərmək, sübut eləməkdir. 3 olacaq A bəndi. Make somebody a little angry, kimsə əsəbləşdirmək. Bu 1 olacaq B bəndi. To make somebody feel afraid, kimisə qorxutmaq deməkdir. Qorxmuş hiss elətdirmək, qorxutmaq, yəni 2-yə də olacaq C bəndi. Yəni 1B, 2C, 3A düzgündür, cavabımız D bəndidir. 14-cü suala fikir verin. The boy took book. Book varsa book orada isim olduğuna göre aslı yerli əvəzliyi qoymalıyam. Burada A bəndi, D bəndi gedir. İkinci səhvdən returned. Burada isim olmadığına göre bura müstəqil qoymalıyıq. Müstəqil olan bu my aslıdır. There da aslıdır. Mine'dır. Cavabımız olur Y bəndi. The boy took his book and returned mine. 14'te 7. 15-ci sualda antonimin istəyir altından xətt çəkilmiş sözü noisy sözüdür. Bu səsküylü deməkdir. Sakit olar. Düzgündür. C bəndidir. At the moment'dir, now'dur, at present'dir, still'dir. Bunlar indiki davam edici zaman zərfidir. İndiki davam edici zaman zərfləri, daha doğrusu indiki davam edici zaman əmizar üstü ing ilə düzəlir. Yəni to be'nin indiki zaman formaları üstü ing. 16-da A bəndi. 17-ci sualda əzəzin arasına adi dərəcə girer demişik də. Sifətin dərəcələrini keçəndə demişdik bunu. Cavabımız burada nədir? Modern. Y bəndi. 18-ci sualda cavab verilibdir. Cavaba uyğun sual sözünü, sual əvəzliyini müəyyənləşdirməliyik. Was your fourth grade teacher sənin 4-cü sinif müəllimin idi? She was Mrs. Smith. O xanım Smith idi. İndi sənin sualda sənin 4-cü sinif müəllimin kim idi deyərdə. Cavabımız nədir? C bəndi. 19-cu sual. Bax, yeni topluda Zero Infinitive mövzusunda bu hissə verilib. Decide feili özündən sonra birbaşa to-lu feil tələb eləyir. O, yəni məstər tələb eləyir. Həmin məstər inkarda da yazıla bilər. Qabağına sadəcə not qoymalıyam, amma to-lu olması önəmlidir. Yəni burada cavabımız 1 ilə 3-dür. A bəndi düzgündür. 20-ci sual bağlayıcı sualdır. Bağlayıcı testində hər iki cümləni tərcümə eləməliyik. We played very well. Biz çox yaxşı oynadıq. Didn't win. Qazana bilmədik. Burada təzad var. Yaxşı oynadıq, amma qazana bilmədik. C bəndi. But. 21-ci sualda this wind I'll stay at my aunt. Stay at somewhere hardasa qalmaqdır. Düzdür. Stay at my aunt. Xalamgildə qaldım. Qalacam daha doğrusu. Müddətin qabağına ya for qoyursan ya da in qoyursan. Şimdi burada cevabımız for 2 weeks, 2 həftəlik. Cevabımız olar B bəndi. Devam edirik. 22-ci sualda passive voice-da olan cümlə məchul növdə olan. Məchul növ olması üçün cümlənin mütləq şəkildə to be üstə participle to'su olmalıdır. Zamanlara görə dəyişir. Burada yoxdur nə to be nə participle to. Burada to be var, participle to yoxdur. Was offered yazılıb burada. Biraz qaralama var, amma was offered nədir? Keçmiş sadə zamanın məchul növüdür. Burada cavabımız C bəndidir. 22-də. 23-cü suala baxaq. Mübtəda xəbər uzlaşması agreement mövzusudur. One of the tables mübtədadan one əvəzli etsə xəbərim tək olmalıdır. Bir düzdür. The cost of this construction of olanda ofdan əvvələ baxıram. The cost qiymət təklədi, xəbər tək veriblər. 2 də düzdür. George and I. George and I 2 nəfərdirsə xəbər was olmaz, were olmalıdır. The page of this book ofdan əvvələ baxıram. Page cəmdirsə are olmalıydı. Burada 1-2-dir, Y bəndi. 24'te verilmiş sözlərə görə definitionları müəyyənləşdirək. Worry narahat olmalıdır. Scream qışqırmaq, cow və örtmək deməkdir. To make a loud high cry. Bu scream olar. Yəni 2-yə A gedir. To feel that something bad will happen or has happened. Bu narahat olmalıdır da. Yəni bir pis şeyin baş verəcəyini hiss eləmək narahat olmalıdır. 1'ə B gedər. To put one thing off over another thing. Yəni bir şeyi digərinin üzərinə qoymaq, örtmək deməkdir. Bu 3'ə də C gedər. Yani cevabımız 1B, 2A, 3C, D bəndi. Sonra 25-ci sualda negative meanings deyir, mənfi mənalı. Embarrassed, utancaq, bu mənfi məna gedər. Peacefuldur, sakit, sülsevər. Confident, özünə inamlı, arxain deməkdir, özünə güvənən. Bu müsbət mənalı sözdür. Creative, yaradıcı deməkdir, bu da müsbət mənalıdır. Disrespectful, bu hörmətsiz deməkdir. Bunlar mənfi mənalı sözlər. Burada cavabımız 1-5 olar. 1-5 confident, özünə inamlı, arxain deməkdir.
Bu oldu bizim 9-cu sinifin izahı. Belə bir essidə düşürdüyüm imtahana rahatdır. Hər birinizə uğurlar arzulayıram. Sağ olun.